Astamsas xəbər verir ki, bugün Sumqayıt şəhər Şəhidlər Xiyabanında 20 yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardından Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhidlərin şərəfinə ucaldılmış abidənin önünə əklilər qoyaraq onların ruhu qarşısında baş əyib. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşları, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları abidənin önünə gül dəstələri düzərək 20 yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları 20 yanvar faciəsinin Azərbaycan xalqının tarixində qanla yazılmış səhifə olduğunu vurğulayıb. Həmin hadisələrin xalqımızın azadlıq iradəsini, milli birlik və həmrəyliyini daha da gücləndirdiyini bildiriblər. Qeyd olunub ki, 20 yanvar şəhidləri Azərbaycanın müstəqillik yolunda verdiyi ən ağır, lakin ən şərəfli qurbanlar və onların xatirəsi xalqımızın yaddaşında yaşayacaq. Tədbir boyunca Şəhidlər Xiyabanında dərin hüzn və ehtiram hissi hökm sürüb. Bugünkü gün, yəni 20 yanvar şəhidləri günün qeyd edirik. Ona baxmayaraq bizim üçün 20 yanvar yox, hər bir zaman biz bu şəhidlərimizi xatırlayırıq. Çünki hər ay, hər il demək olar ki, bizim şəhidlərimiz var. Günündən, ayından asılı olmayaraq, yəni ardıcıl gələn şəhidlərin tarixi, yəni hər gün təkrarlanır. Yəni o nöqteyi nəzərdən biz hər birimiz həqiqətən də sarsılırıq. Çox həyəcanlar keçirdirik. Yəni bu anı da heç vaxtı unutmuruq. Heç vaxtı unudan da deyilik. Bu gün hüzn günüdür. Bilirsiniz ki, 1990-cı ildə 20 yanvar günü başımıza nələr gətirdilər. Bugün hər kəs Sumqayıt Şəhidlər Xiyabanında şəhidlərimizi ziyarət edir. Həm də artıq biz qələbə gününü yaşayırıq. Bilirsiniz ki, xalqımız artıq qələbə gününü yaşayır. Artıq torpaqlarımız işğaldan azad olub. Bu yolda canlarından keçən şəhidlərimizin hər birinə Allahdan rəhmət edirəm. Allah bu vətən üçün, bu millət üçün, bu dövlət üçün, eyni zamanda dövlətin təhlükəsizliyi üçün canından keçən hər bir şəhidimizə rəhmət eləsin. Qazilərimiz var, Allah şəfa versin onlara. Allah ordumuzu, millətimizi qorusun. Bugün bizim Cənab Prezidentin ətrafında sıx birləşməyimiz bizi bu qələbəyə apardı, çıxartdı. Bugün 20 yanvardır. 20 yanvarda şəhid olmuş. Bax bu Şəhidlər Xiyabanında, başqa rayonlarımızda Şəhidlər Xiyabanlarında dəfn olunan oğullarımız bizim müstəqilliyimiz uğrunda, bizim bugünkü günümüz uğrunda canlarını fəda veriblər, canlarından keçiblər. Vətəni özlərinə ana əvəzi bilib, canlarından keçiblər. Bugünkü gündə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İtkin olan şəhidlərimizin tezliklə öz ailələrinə qovuşmasına, analar var, yaşlı analar var, həsrətlidirlər. İnşallah bacılar var, yar yoldaşlar var. İnşallah onlar da öz itkinlərindən xəbər alsınlar.